أكبر كبيرا والحمد لله كثيرا وسبحان الله بكرة وأصيلا. الحمد لله الذي خلق فسوى والذي قدر فهدى وأمر ونهى ومنع وأعطى وأسعد وأشقى وأضحك وأبكى وأمات وأحيا. فسبحان من لا إله إلا الله له أسماء الحسنى وله الحمد في الآخرة والأولى. الله أكبر الله أكبر الله أكبر. نحمده حمدا جميلا ونشكره شكرا جزيلا ونشهد أن لا إله إلا الله وحده لا شريك له ولا نظير له ولا مثال له. الله أكبر الله أكبر الله أكبر. ونشهد أن محمدا عبده ورسوله. Əmmə bə'd. Möhtərəm müminlər, fəzilət, bərəkət və məğfirət iqlimi olan bir Ramazanı da geridə qoyaraq xoş bir bayram səhərinə qovuşmuşuq. Əvvəli rəhmət, ortası məğfirət, sonu cəhənnəm əzabından qurtuluş vəsiləsi olan Ramazan ayında etdiyimiz ibadətlərin verdiyi hüzur və xoşbəxtliyinin sevincini bugün hamımız birlikdə bayram edərək yaşayırıq. Bayram Allah Taala'nın insanlara ehsan etdiyi böyük bir lütüftür. Bayram sevinç və xoşbəxtlik günüdür. Bayram insanları bir-birinə qaynaşdıraraq bir yerə toplayan ən gözəl vəsilələrdəndir. Ramazan bayramı bağışlanmış olmanın bir sevincinin işarəsidir. Hörmətli qardaşlar, Həzrəti Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemin bu günümüzdə edəcəyimiz ilk iş namaz qılmaqdır mənasındakı hədisinə dayanaraq Ramazan və Qurban bayramları, bayram namazlarının qılınması ilə başlayır. Bugün də bizlər namaz qılaraq rəhmət, məğfirət və bərəkət ayı olan bir Ramazan-ı şərifi də bitirərək geridə qoyduq. Bir Ramazan ayı və bir Ramazan bayramı da ömrümüzdən əksildi. Möhtərəm cəmaat, Ramazan və bayram sona çatdı. Amma bayramla bərabər hər şeyi qurtarmadı. Çünki həyat davam edir. Nəfsani arzularımız və şeytani vəsvəsələr bizimlədir. Ramazan günlərində yaşadığımız gözəl həyatımızı bütün ömrümüzə nümunə edəyin. Bunun başlıca səbəbi Allah Taala'nın buyurduğu kimi Estağfirullah وَجْعَلُوا بُيُوتَكُمْ قِبْلَةً evlərinizi ibadətgah halına gətirin. Yunus surəsi 87-ci ayə. Bu ayənin təfsirinə baxdıqda görürük ki, Musa əleyhissalam Allaha şikayət edərək deyir ki, mən Firavunun təhdidindən dolayıdır insanları doğru yola dəvət edə bilmirəm. Bunun müqabilində Allah Taala deyir ki, evlərinizi ibadətgah halına gətirin. Möhtərəm cəmaat, çox şükürlər olsun ki, bizlər təhdid edən yoxdur. Sərbəst şəkildə ibadətimizi və dini ayinlərimizi yerinə yetiririk. Lakin övladlarımız internet və sosial şəbəkələrin qarşısında aciz qalaraq müxtəlif yollara düşməkdədirlər. Biz texnologiyanın inkişafının əleyhinə deyilik, lakin ondan səmərəli istifadə olunduğu təqdirdə faydalı olur, xeyri olur. Əks təqdirdə isə günümüzdəki kimi bir çox fəsadlarla üzləşirik ki, valideynlərinə, böyüklərinə haqsızlıq edərək və ya onları küfürdə ittiham edirlər. Yaxud da hər hansı bir cərəyana qoşularaq
fitnə, fəsad törətməkdədirlər. Bunun üçündür ki, sizə müraciət edirəm. Ey valideynlər, məscidlərə gəlin, maraqlanın, evlərinizi ibadət halına gətirin ki, milli, mənəvi və xüsusən də bir müsəlman olaraq dini dəyərlərimizi yaşayaq və övladlarımıza yaşatdıraq. Əks təqdirdə övladımızın hər hansı bir səhv addımına görə kimisə ittiham etməyək. Bayram sevinci ilə bugün bura toplaşanlar, bilin ki, bu dünyada valideynin halallığını almadan dünyasını dəyişənin axirəti və aqibəti bərbad olar. Allah-u Teala Qur'an-ı Kərimdə özünə şirk qoşmağın ən böyük günah olduğunu bəyan etdikdən sonra valideynin haqqına riayət etməməyi isə ikinci böyük günah olaraq saymaqdadır və Qur'an-ı Kərimdə buyurur ki, Estağfirullah, وَلَا تَقُلْ لَهُمَا اُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا. Onlara, yəni valideynlərə uf belə demə, üstlərinə qışqırıb acı söz söyləmə, onlarla xoş danış. İsra surəsi 23-cü ayə. Möhtərəm cəmaat, bilin ki, bayram namazı qılmaqla və bayram günü valideynlərə bir-iki söz, xoş söz deməklə iş bitmir. Ömrümüzü onlara xidmət etməklə keçirməliyik ki, axirətimiz xeyirli olsun. Möhtərəm cəmaat, Allah Teala Qur'an-ı Kərimdə buyurur, Estağfirullah, İnnəməl mü'minun ixfatun. Həqiqətən müminlər dində qardaşdırlar. Hucurat surəsi 10-cu ayə. Allah bizi qardaş elan etdiyi halda bir-birimizə qarşı duyğulu, sayğılı olaq, bir-birimizin haqqına girməyək. Ramazanın sonunda fitrəmizi vermək üçün qohum, qonşuda ehtiyac sahibi olan adamları axtarırıq. Bu əməllərimizi Ramazandan sonraki ayda da davam etdirək. Çünki Allahın Rəsulü buyurur ki, qonşusu ac olduğu halda özü tox yatan bizdən deyildir. Bu qonşu ibadət əhli olmasa da belə, hər hansı bir xətada olmuş olsa da belə, Allahı inkar etmədiyi təqdirdə müsəlmandır, qonşumuzdur, onunla maraqlanmaq, yardım etmək isə bizim borcumuzdur. Qardaşlar, bütün bunlarla bərabər ölülərimizi yalnız Ramazanda xatırlamayalım. Çalışağın ki, hər həftə, heç olmasa hər ayda bir dəfə onları ziyarət edək. Son olaraq, sizlərdən istədiyim budur ki, xutbədə qeyd etdiyim əhkamlara laqeyd qalmayın, mütləq düşünün. Elə belə bir xutbə kimi dinləyib getməyin. Ömrün nə vaxt sona çatacağını bilmirik. Qədər Allahın əlindədir və hər an bu dünyadan köçəcəyimizi bilin. Bu baxımdan, gec qalmadan, keşkə demədən, başda valideynlərimiz, qohum qonşularımız və nəhayət biri-birinizlə halallaşın. Allah tərəfindən təyin olunmuş bayram günlərini keçirməkdə başlıca məqsədimiz müsəlman olduğumuzu bəyan etmək, bütün insanların Allah qarşısında bərabər hüquqlu olmasını bilmək, vahid millət olmağımızı və İslam qardaşlığını bəyan etməkdir. İslamın şüarı budur, buna müvafiq bayram keçirməyə çalışaq. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber kebira, velhamdülillahi kethira ve subhanallahi bukreten ve asila. Değerli cemaat, bu mübarək bayram günündə dünyanın müxtəlif yerlərində, həmçini İslam dünyasında zülmə, işgəncəyə və təhqirə məruz qalan insanlar üçün, müsəlman bacı qardaşlarımız üçün və ümumilikdə yer üzərində sülhün, barışın, ədalətin,
və əminamanlığın bərqərar olması üçün, müstəqilliyimizin daimi, inkişafımızın davamlı, işğal altında olan torpaqlarımızın, Qarabağımızın azad olması üçün dua edəyin. Milli, mənəvi, dini dəyərlərimizi və şəxsiyyətimizi formalaşdıran bayramda özü üçün arzu etdiyini, başqaları üçün də arzu edən həqiqi iman şuuruna və idrakinə çatmaq təmənnası ilə xutbəmizi Allahın kitabı Qur'an-ı Kərimdən bir ayə ilə başa çatdırmaq istəyirəm. Allah Teala buyurur, Estağfirullah. وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا Hamılıqla Allahın ipindən, yəni Allahın dinindən və onun Qur'an-ı Kərimindən, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemin sünnəsindən möhkəm sarılın və firqələrə bölünüb, biri-birinizdən ayrılmayın. Ali İmran surəsi 103-cü ayə. Bayramınız mübarək olsun. Allah sizlərdən razı olsun inşallah.